Salam, hər vaxtınız xeyir olsun, hörmətli abituriyentlər. Keçən video izahımızda sadə zamanların izahını vermişdim. Bugünkü video izahımızda isə bitmiş zamanların izahını verəcəm. Gəlin suallarımıza baxaq. Okay, burada da əsas fikir verəcəyimiz məqam nə olmalıdır? Uzlaşma olmalıdır. Baxaq ki, əzdən əvvəlki cümlə, yəni baş cümləmiz hansı zamandadır? Keçmiş zamandadır. Keçmişdə isə deməli budaq cümləmizdə hansı zamanda olacaq? Keçmişdə. Burada keçmiş zaman deməli zamanda olan iki dənə variant var. B ilə Y variantı. Burada da biraz nəyə fikir veririk? Tərcüməyə fikir veririk. Deyir, Alex yorğun idi. Yorğun idisə nə olacaq burada? Uzun müddətli, yəni ki, istirahət etməyib. Ona görə düzgün cavabımız nə qalacaq burada? Y variantı. Eynən ikinci sualda, birinci sualda kimi eyni tipli sualdır. Baxırıq. I was tired. Deyir, mən ki, yorğun idim. Deməli, burada nə olacaq? Yorğun idisə, deməli, cümləmiz hansı zamandadır? Keçmiş zamandadır. Keçmiş zamanda da olan iki dənə variantımız var. C ilə Y variantı. Deməli, yorğun isə istirahət etməyibdir. Ona görə düzgün cavabımız nə olacaq burada? C variantı. Üçüncü sualımıza baxırıq. Yenə bağlayıcıdan sonraki cümləyə baxırıq. Went var. Hansı zamandadır? Keçmiş. Keçmişlə hansı zamanla uzlaşacaq? Keçmiş zamanla. Deməli, burada keçmiş zaman elə bir dənə variant görsənir. O da hansı variantdır? D variantı. A variantı indiki bitmiş zamandadır. B variantı indiki sadə zamandadır. C variantı gələcək sadə zamandadır. Y variantı indiki sadə davam edici zamandadır. Okay. Deməli, keçmişdə olub bitmiş, amma nəticəsi birbaşa indiki zamanla əlaqəli, danışıq anı ilə əlaqəli. Yəni, nəticə göz qabağında olanda nə verirdik? İndiki bitmiş zamanı verirdik. Burada da deməli, tərk etmək vaxtıdır. Hər şey neyinib? Qablaşdırılıb. Ona görə də nə olacaq burada? Düzgün cavabımız olacaq Y variantı. Yesterday var. Bura baxırıq. Deməli, cümləmiz hansı zamandadır? Zətdən əvvəlki cümləmiz keçmiş zamandadır. Deməli, budaq cümləmizdə hansı zamanda olacaq? Keçmiş zamanda. Keçmiş zamanda olan bir dənə variant var. O da A variantıdır. B variantı indiki sadə zamandadır. C indiki bitmiş zamandadır. D indiki sadə davam edici zamandadır. Y variantımız da hansı zamandadır? İndiki bitmiş zamandadır. Okay. Burada yenə baxırıq. Sual cümləmiz hansı zamandadır? İndiki bitmiş zaman. İndiki bitmiş zaman deyəndə nə başa düşürdük? Yəni, quruluşu belədir. Have, has, plus verb 3. Baxırıq. Has var, verb 3'ümüz var. Deməli, sualımızın cavabını da elə nə ilə verməliyik? Bitmiş zamanda verəcəyik. O da düzgün cavabımız qalacaq burada. A yox, have ola bilməz. Has played. D variantı. 7-ci sualda yenə have var, done var. İndiki bitmiş zamandadır. Deməli, elə cavabımız da nə olacaq burada? İndiki bitmiş zamanda olmalıdır. They, üçüncü şəxsin cəmində olduğuna görə has-lə cavab verə bilmərik. Düzgün cavabımız olacaq nə? Have made. Deməli, 7-ci sualımızda cavabı nə olacaq? C variantı. You are late. Deyir, siz gecikdiniz. The play artıq oyun neyləmiş? Deməli, gecikdi nəticə nədir? Oyunun başlaması nədir? Nəticə göz qabağındadır. Ona görə burada nəyi verəcəyik? İndiki bitmiş zamanı verəcək. İndiki bitmiş zamanda burada nə olacaq? B variantı. İki dənə variant var. C, B variantı. Play üçün şəxsin təkində olduğuna görə have-lə yox, has-lə verəcək. Ona görə düzgün cavab nə qalır burada? B variantı. 9-cu sualda eynən 8-ci sualdakı kimidir? We are late. The bell nə olacaq? Rang. Deməli, burada nə olacaq? Düzgün cavabımız bell üçün şəxsin təkində olduğuna görə düzgün cavabımız olacaq burada nə? Y variantı. İndiki bitmiş zamanda cavab verəcək. Deməli, 10-cu sualımıza baxırıq. Yet harda işlənirdi? Bitmiş zamanlarda cümlənin sonunda, özdə necə cümlənin sonunda? İnkar cümlələrində cümlənin sonunda. Deməli, bitmiş zaman burada neçə dənə variantımız var? C ilə Y variantı var. C təsdiqdədir, götürə bilmərik. Ona görə cavabımız nə olacaq? Y variantı. Already hansı zamanlarla işlənirdi? Bitmiş zamanlardan. Bitmiş zamanda burada bir dənə zamanımız var. O da hansı zamandır? 11-də C variantı. Həm də fikir versək ki, do does dedikdən sonra feilimiz nə gəlir? Birinci formasında. Aydındır. Ona görə heç A variantı da ola bilməz. Digər zamanlarda deməli will gələcək zaman, will gələcək zaman, B variantı keçmiş sadə davam edici zaman. Amma bizə nə lazımdır? Burada lazımdır indiki bitmiş, ümumiyyətlə bitmiş zaman lazımdır. O da nə olur? İndiki bitmiş zaman C variantı. Hafta var. Haftadan sonra gələn zamanımız hansı zamandadır? Had paid.
Had plus verb 3, keçmiş, bitmiş zaman. Keçmişlə hansı zaman özlaşırdı? Keçmiş zamanla. Baxaq, görək. Burada nə olacaq cavabımız? Hafta var, elə keçmiş, deməli, bitmiş zaman özlaşacaq. Keçmiş, sadə zamanla burada. Deməli, ilk öncə nəyi ödəyib? Bir hərəkət qabaq baş verib də. İlk öncə hesabı ödəyib, sonra tərk ediblər. Ona görə düzgün cavabımız nə olacaq burada? Y variantı 12-də. Aha, yenə burada before they started the conference. Aha, deməli burada da olacaq. Deməli bu da cümləmiz keçmiş sadə zamandadır. Baş cümləmiz də olacaq hansı zamanda? Keçmiş zamanda. Keçmiş zamanda olanda da burada nəyi götürəcəyik? C variantı. İndi yəni keçmiş bitmiş zaman olacaq. Okay. Burada deyəsən biz B-dedik, variantımız C-dir. C üzr istəyirəm. Keçmiş bitmiş zaman burada C variantıdır. 14-cü sualımıza baxaq. Yəni already var. Already harda işlənirdi? Köməkçi feillə əsas feilin arasında bitmiş zamanlarda. Baxırıq. Deməli burada okay. Burada 2 dənə bitmiş zamanımız var. Have var, had var. Deməli biri keçmiş bitmiş zamandadır. Had plus verb 3. Have plus verb 3 də nədir? İndiki sadə indiki bitmiş zamandadır. Had keçmiş bitmiş zaman. Have nədir? İndiki bitmiş zamanda. Baxaq görək. Can var. Can hansı zaman mənalı feilidir? Modal feilidir. Yəni indiki zaman mənalı modal feilidir. Ona görə keçmiş zaman ola bilməz. Keçmişlə indiki zaman uzlaşa bilməz. Düzgün cavabımız nə olacaq 14-cü sualda? Y variantı. Uzlaşmaya fikir veririk. By the time bağlayıcı. By the time işlənmiş cümlədə demişdik ki, budaq cümləmiz keçmiş sadə zamandadırsa, baş cümləmiz hansı zamanda olur? Keçmiş bitmiş zamanda. Burada elə keçmiş bitmiş zamanda hansı variantdır? A variantımız olacaq. C variantı indiki sadə zamanda, Y variantı indiki bitmiş davam edici zamandadır. D variantı isə indiki, D ilə B variantı isə indiki bitmiş zamandadır. Ona görə cavabına qalır A variantı. 16-cı sualımıza baxırıq. Yet var. Yet bitmiş zamanlarda inkar cümlələrində cümlənin sonunda işlənir. Burada da deməli 16-cı sualımızda olacaq cavabımız deməli A ilə B variantı qalır. Wait a little'dir. Biraz gözləyin. Deməli keçmiş bitmiş zaman ola bilməz burada. Nə qalacaq? İndiki bitmiş zaman. İndiki bitmiş zaman üçün də nədir burada? C ilə B variantıdır. C variantı təsdiqdə olanda cavabımız nə olacaq burada? B variantı. 17-ci sualımıza baxırıq. Don't hurry, yəni hal-hazırda deyir ki, nədir, tələsməyin. Yenə yet var. Yet harda işlənirdi? Bitmiş zamanlarda inkar cümlələrində cümlənin sonunda. Yəni burada don't-un keçmişlə heç bir əlaqəsi yoxdur. İndiki zamanla bağlıdır. Ona görə keçmiş zaman ola bilməz. Keçmiş zaman olan variantları çıxırıq. Burada bizə bitmiş zaman lazımdır. İndiki bitmiş zaman lazım olacaq. C ilə Y variantı. C də təsdiqdə olduğuna görə düzgün cavabımız nə olacaq burada? Y variantı. 18-ci sualımıza baxırıq. Okay, burada nə deyir? Saat 2-dən bəri since nə idi? Hərəkətin keçmişdə başlandığı anı göstərirdi. Saat 2-dən bəri deyirsə, deməli hərəkət hələ də nə edir? Davam edir. Ona görə biz burada nəyi seçəcəyik? İndiki bitmiş zamanın davam edici forması. İndiki bitmiş davam edici zamanda hansıdır? C variantı. Yenə 19-18-də kimi eyni tipli sualdır. Saat 6-dan bəri deyirsə, deməli bizə nə lazımdır? Burada lazımdır indiki bitmiş davam edici zaman. O da qalır A variantı. Okay, yenə səhərdən bəri deyir. Burada yenə nə olacaq? Bitmiş zaman. Bitmiş zamanımızda bir dənə variantımız var. Burada variantların içində. Orada D variantıdır. İndiki bitmiş davam edici zaman olacaq. Eynən 21-ci sualda yenə bura nə lazımdır bizə? Since var ki, deməli bitmiş zaman lazımdır. Burada da səhərdən bəri deyir. Səhərdən bərisə nə olacaq? İndiki bitmiş davam edici zaman olacaq. Variant nə olacaq burada? Y variantı. Okay. Before var, bağlayıcı var. Bağlayıcıdan sonra gələn zamanımız keçmiş zamandadır. Keçmiş zamandadırsa bizə nə lazım olacaq? Deməli keçmiş
bitmiş zaman olacaq. Burada da hərəkətin nədir? Bir neçə dəfə for many times. For da nə idi? Hərəkətin nə idi? Davam etdiyi müddəti bildirir. Baxaq görək. Deməli burada da olacaq bitmiş, keçmiş, bitmiş zamanda olan variant bir dənə variant var. 22-də də olacaq A variant. Yəni keçmiş zaman digər heç bir zamandan uzlaşa bilməz. Bir dənə sinus bağlayıcı kimi işlənəndə deməli budaq cümlə olur keçmiş sadə zamanda, yəni past simple-da, baş cümlə olur indiki bitmiş zamanda. Qalan digər hallarda keçmiş qalan digər heç bir zamanla uzlaşmır. Keçmişin yeganə zaman uzlaşdığı zaman var, keçmiş uzlaşır keçmişlə. Baxırıq 23-cü sualımıza. Okay. Before var. Before'dan sonra gələn zaman hansı zamandadır? Keçmiş zamandadır. Keçmiş hansı zamana uzlaşır? Keçmişlə. Burada da keçmiş zamanda olan bir dənə variantımız var. A variantını seçirik. Has indiki bitmiş zaman davam edici formasıdır. Is indiki sadə davam edici zamandadır. Will be playing. Deməli gələcək sadə davam edici zamandadır. Has played indiki bitmiş zamandadır. Ona görə variantımız nə qalır? A variantı. Yirmi dördüncü sualımıza baxırıq. For 2 hours deyir, hərəkətin davam etdiyi müddəti bildirir. By the time var burada. By the time-dan sonra gələn zaman hansı zamandadır? Keçmiş zamanda. Deməli, budaq cümlə keçmiş zamandadırsa, baş cümləmiz də keçmiş zamanda olacaq. Burada düzgün cavabımız nə qalır? B variantı. Keçmiş, bitmiş, davam edici zamanda olacaq. By the time var yenə. By the time-dan sonra gələn zamanımız hansı zamandadır? İndiki keçmiş sadə zamandadır, past simple-da. Deməli, baş cümləmiz hansı zamanda olacaq? Past perfect-də. Baxaq görək, burada past perfect olan zamanımız var. O da qalır nə? Past perfect continuous tense form A variantı. Okay. When var, bağlayıcı var. Bağlayıcıdan sonra gələn zamanımız hansı zamandadır? Keçmiş sadə zamandadır. Keçmiş sadə zamandadırsa axtaracağımız cavab da nə olmalıdır? Keçmişdə. İndiki bitmiş davam edici. İndiki bitmiş. Gələcək sadə, indiki bitmiş, cavab nə qalır burada? Elə A variantı. 27-ci sualımıza baxırıq. When var, when-dən sonra gələn zamanımız hansı zamandadır? Keçmiş sadə zamanda, keçmiş zamanda hansı zamanla uzlaşır? Keçmiş zamanla, elə burada olacaq keçmiş, bitmiş davam edici zaman A variantı. İndiki bitmiş davam edici zaman olmaz, indiki bitmiş zaman olmaz, C-yə gedir, gələcək zamanla uzlaşa bilmir. Düzgün cavab qalır A variantı. Okay. Yet var. Yet harda işlənirdi? Bitmiş zamanlarda inkar cümlələrində cümlənin sonunda. Düzdür? Burada da bitmiş zaman 2 dənə variant var. A ilə D variantı, B ilə D variantı. B variantı keçmiş bitmiş zaman təsdiqdədir. Təsdiqdə yox, bizə inkar lazımdır. İnkarda nə qalır? Burada D variantı. Baxırıq before var. Before'dan sonra gələn zamanımız, yəni budaq cümləmiz hansı zamandadır? Keçmiş zamanda. Keçmiş zamanda hansı ilə uzlaşırdı? Keçmiş uzlaşırdı keçmişlə. Ona görə keçmişdə olan elə bir dənə variantımız var burada. A variantı olacaq. İndiki bitmiş davam edici zamandadır. İndiki sadə davam edici zamandadır. İndiki bitmiş zaman. Gələcək davam edici zaman. Düzgün cavabımız nə qalır burada? A variantı. Okay. Before var. Before'dan sonra gələn zamanımız budaq cümləmiz hansı zamandadır? Deməli keçmiş sadə zamandadır. Keçmiş zamanda uzlaşır keçmiş zamanla. Yenə burada seçəcəyimiz cavab nə olacaq? Keçmiş zamanda olan bir dənə variantdır. Qalır nə? C variantı. Baxırıq, deməli. 31-ə baxırıq. Already var. Burada da cümləmiz görürsə indiki sadə davam edici zamanda verib. Deməli, bizə keçmiş zaman lazım olmayacaq. Düzdür? Baxırıq, digər variantlara görək variantımız nə olacaq burada? Okay. Deməli, burada nə var? Nisbi əvəzlik var. Xəbər, deməli, nisbi əvəzliklərin əvvəl gələn sözlə uzlaşacaq. Letter sözü burada cəmdə olduğuna görə xəbərimiz də nə olacaq? Cəmdə. Yəni, məktublar nə edə bilər? Qəbul eləyə bilməz, qəbul oluna bilər. Bu da olacaq bitmiş zamanın məhsulunda. Cavab qalır nə? B variantı indiki bitmiş zamanın məhsulunda olacaq. O 32-ci sualımıza baxırıq. Yenə burada because var. Because-dan əvvəlki gələn cümləmiz hansı zamandadır? Bu da cümləmiz keçmiş zamandadır. Keçmişdə hansı zaman uzlaşır?
Keçmişin uzlaşdığı zamanda keçmiş olacaq. İndiki bitmiş zaman, indiki bitmiş zaman. Deməli, indiki bitmiş zaman cavabımız nə qaldı? B ilə D variantı. Əgər mən acamsa, deməli nə etməmişəm? Lunch deməli hadn't had lunch olacaq. Burada B variantı olacaq. İnkarda verəcəyik. 33-cü sualımıza baxırıq. Yenə baş cümləmiz keçmiş zamandadır. Jack was tired because deməli nə etməyib? İstirahət uzun müddətdir ki, istirahət etməyib. Baxaq görək. İndiki bitmiş, indiki bitmiş. Keçmiş, bitmişdə də, amma bu təsdiqdə yox, bizə inkar lazımdır. Ona görə düzgün cavabımız nə qalacaq burada? C variantı. Otuz dördüncü sualımıza baxırıq. Saat 5-dən bəridir. Görək burada cavabımız nə olacaq? Bitmiş zaman bizə lazımdır. Bitmiş zamanımızda burada nə var? Deməli, Jack have-lə verə bilmərik. Jack üçüncü şəxsin təkindədir. Həzlə verəcəyik. Deməli, indiki bitmiş davam edici zaman olacaq. Cavab qalır D variantı. Səhərdən yenə, since morning, səhərdən bəridir. Yenə bizə nə lazımdır? Bitmiş zaman lazımdır. Bitmiş zamanda 2 dənə variantımız var. D ilə Y variantı. Deməli, Jane üçüncü şəxsin təkində olduğuna görə have yox, həzlə verəcək. Düzgün cavabımız nə qalır? D variantı. Sağ olun, salamat qalın. İnşallah növbəti video izahında yerdə qalan testlərində izahını verəcəm.